Biz hal-hazırda Ramazan ayı yaşayırıq. Ramazan ayı bizə nə bəxş edir, onu fikirləşək. Ramazan ayının əsas cəhəti, əsas məqsədi, qısa şəkildə desək ayəni deyir, ey iman gətirənlər, oruç sizə ona görə vacib edildi ki, təqvalı olasınız. Ramazan insanda təqva mexanizmi yaradır. Və təqvalı olan insanın görsən xüsusiyyətləri nədir? Bəqərə surəsinin ilk ayələrinə baxanda nəzər alsaq ki, elə Ramazan ayı Quranın nazil olduğu aydır. Buyurur, Quran hidayətdir. Kimlər üçün buyurur? Lil-muttəqin, təqvalılar üçün. Onların xüsusiyyətləri nədir? Başlayır bir-bir saymağa. O xüsusiyyətlər sayır. Maraqlı cəhət budur ki, ilk xüsusiyyət olaraq buyurur, Əlləzinə yu'minunə bil-qayb. Təqvalıların ilk xüsusiyyəti qeybə imandır. Qeybə imanın da bir çox mövzulara əhatə eləsə də, o mövzulardan biri elə axirətə imandır. Deməli, insanın axirətə ciddi imanı olarsa, insan həqiqi mənada axirətə iman gətiribsə, imanın axirətə olan imanını kamilləşdirərsə, onun həyatı dəyişər.